Tanınmış iqtisadçı Elçin Rəşid öz Facebook səhifəsində Təhsil naziri Emin Əmrullayevin müəllimlərin iş saatları ilə bağlı irəli sürdüyü təklifə münasibət bildirərək kəskin tənqidlər səsləndirib. Aspolitika xəbər verir ki, iqtisadçı paylaşımına satirik bir misalla başlayıb. Çoban oğlunu elm dalınca Bakıya göndərir. Oğlan 20 ildən sonra qayıdıb atasına deyir ki, qoyunları saymağın yeni üsulunu kəşf edib. Ayaqlarını da sayıb 4-ə bölmək olar. Elçin Rəşidin sözlərinə görə, Təhsil Nazirinin də hazırki yanaşması eyni şəkildə mahiyyətsiz və qeyri-rasionaldır. Nazir çarəsiz şəkildə bir işə əl atıb. Əmək haqqını müəllimə dərs saatına görə deyil, məktəbin ərazisində göründüyü müddətə görə vermək istəyir. İqtisadçı daha sonra təklifin real təsirlərini sadalayıb. 1. Resursun buxovlanması səbəbindən kiçilən təhsil sektoru və azalan ÜDM. 2. Büdcəyə əlavə xərc. 3. Bu xərcində görülən işə görə və verdiyi nəticəyə görə deyil, müəllimin keçirdiyi saata görə paylanması. 4. Təhsilə zərər. Müəllim təhsildə resursdur. Onun məktəbdə boş saxlamaq, yorub əldən salmaq ölkəyə təhsilin kəmiyyətini də, keyfiyyətini də salacaq. Daha ətraflı məlumatı aspolitika.info saytından əldə edə bilərsiniz.